Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə Dövlət İmtahan Mərkəzinin 9-cu sinif üzrə çıxardığı sinif testinin hüceyrə, canlı orqanizm quruluş və inkişaf aidi mövzusunun A variantının izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmaq, əgər bəyəndiyinizsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda deyir ki, Hilbert diaqramında uyğun metodları qeyd edin. Birinci, biz buradan ribosoma ait xüsusiyyətləri götürəcəyik. Ribosoma ait olan xüsusiyyətlər 1-4-dür, 2 müxtəlif ölçək cisimcikdən ibarət olması, 1-6-dır, yəni monomer amin turşuların polimerlər sintezi, yəni zolaların sintezi həyata keçirilir. 1-7-də bütün canlı hüceyrələrdə rast gəlinməsi. Hüceyrə mərkəzinə aid olan xüsusiyyətlər isə bir 3 eyni ölçülü iki cisimcikdən ibarətdir. 5 quruluş vahidi sentriollar adlanır. 1 də 8-dir. Bilavasitə mitoz prosesində iştirak edir. Hər ikisi üçün ortaq xüsusiyyət isə 2 membran quruluşu olmayan orqanoid olmasıdır. Meyoz bir bölməsində baş verən prosesləri qeyd edin. Əvvəlcə konjugasiya baş verir. Konjugasiyadan sonra xromosomlar arasında gen mübadiləsi baş verir. Gen mübadiləsindən sonra xromosomlar ekvatora birləşir. Xromatidlərin qütblərə çəkilməsi meyoz 2-də baş verir. Bizdə isə meyoz 1-dən soruşduğuna görə bunu götürmürük. Düzgün ifadələrin altından xətt çəkin. Hər bir orqanizmin hüceyrəsi müəyyən xromosom yığımına malik olur və bu karyotip adlanır. Birqat xromosomlu yığımı haploid adlanır. Cüt xromosomlar homoloji xromosomlar adlanır. Qadın və kişi hüceyrə 22 cüt xromosom eynidir və bu autosom xromosom adlanır. Bir cüt xromosomlarda fərqlənir və cinsiyyət xromosomları adlanmış olur. RNT-nin tərkibinə daxil olanları qeyd edin. RNT-nin tərkibinə yadınıza saxlayın. Azot əsası daxildir, riboza daxildir, bir də fosfat turşusu qalığı daxildir. Açar sözlərdən istifadə edərək cümləni tamamlayın. ATF universal enerji mənbəyidir. Kimyəvi strukturuna görə o nukleotid adlanır. Hər bir nukleotiddə olduğu kimi də o azot əsası pentoza və ortofosfat turşu qalığından ibarətdir. Lakin ATF-də 1 deyil, 3 ortofosfat turşusu qalığı olmuş olur. Sonra keçirik 7-ci sualımızda. Soruşur ki, bir ribosom 120 saniyə ərzində bir molekular translyasiya edir. Ribosom məlumat RNT-si də 0,2 saniyə bir triplet sürəti ilə hərəkət edirsə, neçə amin turşusundan təşkil olunmuşdur? Vaxtı böləcəyik bir amin turşusu səhv olunan zamana. Buradan da yəni sayı bərabərdir. 120-ni böləsən 0,2-yə, bu da bərabər olacaq 600. Yəni neçə amin turşusundan təşkil 600. Sonra Drosvil milçəyinin bağırsaq hüceyrəsində mitoz prosesi zamanı xromosomlar ekvator boyunca düzülmüşdür. Vəhdət telləri yaranması tam başa çatmışdır. Bu mitozun metafaza mərhələsində, yadınıza saxlayın, metafaza mərhələsində bu proseslər baş verir. Təsvir olunan proseslərin baş verdiyi fazından sonra isə metafazadan bilərik ki, sonra anafaza gəlmiş olur. Sonra bu mərhələ neçə vətər teli yaranır? Drosvildə 4 cüt, yəni 8 ədəd 4 cüt, yəni 8 ədəd xromosom var. Hər bir xromosomda da 2 xromatid var. Yəni 8-lə vuram 2-yə deyəcək 16 xromatid. Hər bir xromatiddə də 1 vətər teli birləşir. Ona görə də 16 vətər teli olmuş olacaq. Yəni 16 vətər teli. Sonra istənilən amin turşusu üçün vacib olan kimyəvi element. Yadınıza saxlayın, istənilən amin turşusu üçün vacibdir ki, amin turşusunun tərkibində olur, karbon olur, azot olur, hidrogen olur, amin turşularında oksigen olur. Bu da A variantına uyğun gəlir. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Açar sözləri uyğun şəkildə əlavə etməyin, bir neçə dəfə istifadə etmək olar. Birincinsli plastik. Zolaların biosintezi plastik mübadilə adlanır. Biosintezi zamanı plastik mübadilə ilə yanaşı energetik mübadilə də baş verir. Trasez zamanı zolaların ilk birincili quruluşu yaranır. Bu da 2, 3,
bir, bu da bir variantına uyğun gələcəkdə 2, 3, 1, 1. 13-cü sualda x və y üçün düzgün olanlar ardıcıllığını müəyyən edin. Translyasiya yadınızda ekkaryotin sitoplazmasına baş verir. Bu translyasiyaya aiddir. Eukaryotda nüvədə baş verir. Bu transkripsiyada nüvədə özünü köçürməyə aiddir. Bu prosesdə DNT iştirak edir. DNT iştirak edir. Bu transkripsiyaya aiddir. Çünki transkripsiya DNT iştirak edir. Sonra məlumat DNT-də, məlumat NNT-yə ötürülür. Bu translyasiyaya aiddir. Sonra proses ribosomlardan baş verir. Bu da translyasiyaya aiddir. Deməli 1, 4, 5 translyasiya. Burada A variantında buradan 4 gəlib bura qoysa, bu A variantı uyğun gəlmiş olur. Bu sualda bir qədər səhvlik var. Yəni 1, 4, 5 translyasiyadır. 2, 3 də transkripsiyadır. Qadın orqanizmində sayı əzələ hüceyrələrin bölünməsi zaman anafaza mərhələsində neçə xromosom olur? Anafazada hər şey 2 dəfə artır. Qadın orqanizmdə də XX-dir. Anafaza mərhələsində də 2 dəfə artdığında olacaq 4 dənə. Euler-Venn diaqramda uyğun bəndləri müəyyən edin. Deməli, profazaya uyğun gələcək. Deməli, profazaya uyğun gələnləri buradan seçək. Deməli, xromosomlar hüceyrənin ekvatoruna düzülürsə, bu metafazadır. Sonra 2-yə baxırıq. Xromosomlar spirallaşır profazada. Sonra 3. Mitoz və meyoz bölünmənin fazasıdır. Bu ortaya aiddir, hər ikisinə aiddir. 4. Sentriollar qütblərə çəkilir. Sentriollar qütblərə çəkilir profazadır. Qütblərə çəkilir profazadır. Sonra 5. Bölünmə vətərləri yaranmağa başlayır. Başlayır profazada, tam bitir metafazada. Sonra bölünmə telləri xromosom sentromerləri birləşir. Bölünmə telləri bu metafazada. Demək 2, 4, 5, ortada 3, 1, 6. Bu sualda da yenə ola bilsin ki, mexaniki səhvlikdir. Bu 2 bura gələcək. Burada. Burada bir dənə 2 gəlsək, 2, 4 A variantı uyğun gəlmiş olur. Buradan da bu 2-ni silək. Sonra gedir. Doğru olanları müəyyən edin. Deməli, Holgi kompleksi bir membranlıdır. Bəli, bu bir membranlı olması doğrudur. Sonra 2-yə zülalın sintezini həyata keçirir. Bəli, bu da bura mənfi işarəsi qoyulduğuna görə. Bəli, bu da düzdür. Sonra 3. Yağların sintezi, xeyr, bu aid deyil. Karbohidratların sintezi, bəli, Holgi kompleksdə karbohidratın sintezi getmiş olur. Bizə də doğru olanları dediyinə görə A variantı uyğun gəlmiş olur. 17-ci sualımızda soruşur. Əgər glikoliz prosesində 4 mol ATF əmələ yaranıbsa, oksigenli neçə ATF molekulu yaranır? Yadınızda saxlayın ki, oksigensiz mərhələdə glikolizdə 2 ATF yarananda, oksigenli mərhələdə 38 ATF yaranırdı. Ümumiyyətlə yaranırdı 38. 4 dənə yarananda isə X olacaq. X-imiz də buradan bərabər olacaq 76-ya C variantı. 19-cu sual. Fotoliz prosesi üçün səciyyəvi olanlar. Fotosintez işıq mərhələsində baş verir. Bu nədir? İşığın təsiri nəticəsində suyun parçalanması reaksiyasıdır. 19. Rəqəmlərlə işarələnmiş mərhələ adlarını müəyyən edin. Birinci olur glikoliz. İkinci olur hüceyrə tənəffüsü. Üçüncü də olur hazırlıq mərhələsi. Buna da uyğun gəlir elə A variantı. 20-ci sual. Hüceyrə mərkəzi üçün səciyyəvi olanlar. Hüceyrə mərkəzi üçün 2 sentriollardan ibarət olması, hüceyrənin bölünməsində iştirak etməsi, bir də membran quruluşuna malik olmaması. Yəni bilirsiniz ki, membran quruluşlu deyil. Sitoz termini ilk dəfə Huk tərəfindən elmə gətirilibdir. Hüceyrə hansı strukturunda DNT olur?
hüceyrənin bir xloroplastda, bir də mitoxondridə DNT-si olmuş olur. Xloroplastdan fərqli olaraq mitoxondridə üzvü maddələr oksidləşir. Bütün canlı hüceyrələrdə rast gəlinir. Yazı sağlam bütün canlı hüceyrələrdə rast gəlinən ribosomlardır. DNT, RNT və ribosomlar olur xloroplastlarda. Bir də mitoxondridə bunların hər biri rast gəlmiş olur. DNT telinin bir hissəsinin nukleid ardıcıllığı bu şəkildədir. Qarşındakı telin nukleid ardıcılığı. Burada sitozin isə digərində guanin olmalıdır. Guanin isə sitozin olmalı. Timinin, adenin isə timin, guanin isə sitozin, sitozin isə guanin, timin isə adenin, timin, sitozin, guanin, adenin. Bu da uyğun gəlir. Bir variantına uyğun gəlir. Yadınızda saxlayın belə. Həmişə adeninin qarşısında timin olur, guaninin qarşısında sitozin olur. Burada adenin veriblərsə bir zəncirdə, siz ikinci zəncirdə timin yazarsınız. Yox, timin veribsə birinci zəncirdə, siz ikinci zəncirdə adenin yazarsınız. Eyni qayda ilə guanin sitozinə də aid edə bilərik. Fotosintez biraz ali bitkinin strukturlarında, hansı strukturunda gedir? Xloroplastlarında getmiş olur. 28. DNT molekul nukleotlərin ümumi sayı 5600-dürsə və 3-ə 1 olarsa DNT molekulunda timin sayını müəyyən edin. Biz bunu açacağıq. Açandan sonra bunu hər birini vursaq, bu deməkdir ki 3 timin üstə gəlinsin, 3 adenin üstə gəlinsin, bir dənə guanin üstə gəlinsin, bunu buna vuruq da, üstə gəlinsin sitozin bərabərdir. Biz yazacağıq 5000 bərabərdir neçə? 8 nukleotidə. 3, 6, 7, 8 nukleotid və bu 8 nukleotid də bərabər olur. Bir də nədir? 5600-ə. 5600-ə. Buradan da nukleotidin sayını sapıram. N də bərabər olur 700-ə. Yəni 700 dənə. Bir dənəsi 700 dənədir. Burada bizdən nəyi soruşur? Molekul bu DNT-də 700 ve bu DNT molekulunda timinin sayı bir dənəsi 700. 3T'dir. 3'ü vuram 700'e eləyəcək 2100. Yəni timinin sayı 2100'dür. Adeninin sayı da 2100'dür. Guanın sayı 700'dür. Sitozin sayı da 700'dür. DNT funksiyalarını müəyyən edin. DNT genetik informasiyanı saxlamaq, genetik informasiyası məlumat RNT-si molekullarını ötürmək, yəni 1, bir də 4, bir də genetik RNT molekullarının yeni qız hüceyrələrini ötürmək. Cavabımız olur 1, 4, bir də 5. 30. Uyğunluğu müəyyən edin. ATF-nin tərkibi, ATF-nin tərkibinə aiddir. Riboza, DNT-nin tərkibinə aiddir. Dezoksiriboza və guanin. Deməli B, A, B bu aiddir. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.